Salam, hər vaxtınız xeyir. Microsoft Formusda test hazırlamaq üçün əvvəlcə nə edirik? Google-dan daxil olduq. Mən hazır burada kopyalat eləmişəm, paste edirəm. Microsoft.com. Bura daxil oluruq. Hazır bizə belə bir səhifələr verir. Biz buradan sazda test sıxırıq. Belə bir pəncərə açılır. Bura başlığı daxil eləyə bilərik. Məsələn, bizim BSG-miz olsun 10-cu sinif, 10-cu sinif, BSG 2, BSG 2. Başlıq daxil elədik. Artıq buradan nə edə bilərik? Plus işarəsini sıxandan sonra bu belə bir səhifə açılır. Vubor, test əlavə eləmək istəyirsə Vuboru seçirik və yaxud mətn əlavə eləmək istəyirsə tekst seçirik. Vuboru seçəndən sonra bizə birinci sualı yazmağı verir. Məsələn, mən hazır bir səhifəsini açmışam. Buradan kopyalat eləyəcəm. Hazır bura yerləşdirmək istəyirəm. Paste elədik, yerləşdirdik. İkinci hissəsində kopyalat eləyək. Məsələn, burada deyir ki, paralelipedin diaqonalının uzunluğunu tapın. Diaqonalının uzunluğunu tapmaq hissəsində kopyalat eləyirik. Yenə bura paste elədik. İndi şəkil yerləşdirmək lazımdır. Qarşısında hal-hazırda görürsünüz, izobrazeniya verib. Biz bura daxil oluruq. Выставить изображение. Seçdik, добавить. Pəncərə açıldı. Məsələn, məndə robot stoldadır. Tutaq ki, kuboid idi. Kuboidi vurdum. Open açdım. Belə şəkilləri istəyirsə daxil eləmək üçün yaxşı olar ki, telefonunu çəkib, yəni kompüterə yükləyək və oradan rahat şəkilləri bura yerləşdirmək olur. Burada da variantları yaza bilərsiniz. Məsələn, tutaq ki, A variantı. A variantı olsun 5. Sonra B variantı. B variantı olsun məsələn 3 yaxud 4. Variant artırmaq istəyiriksə dababiti sıxırıq. C variantı olsun məsələn 3. Dababit məsələn olsun 9. D variantı yazaq. D 9. Belə variantların da yerlərini dəyişmək də olar, silmək də olar. Silsəniz bu zibil qutusu daletdən istifadə edirik. Məsələn, yerini dəyişmək istəsəm, oxlarla yuxarı aşağı yer dəyişmə etmək olur. Aşağıda bal yazılır, bal yazılan yerdə. Tutaq ki, sualın 5 ballıq sualdır, 5 yaza bilərik. Bir də ki, burada matematika bölməsi var. Bunu aktiv eləsəniz, artıq burada riyazi simvollarda rahat yaza bilərsiniz. Hal-hazırda bizə o pəncərəni verir. Lazım olan hissəni, məsələn, kökdür, loqaritmadır, kvadrata yüksəltmədir. Bunlar hamısı verilib. İkinci sualda yazmaq üçün добавить новый вопрос seçirik. Yenə test isə Vuboru seçirik. Suallarımızı əlavə edirik. Tekst olsa da, mətn olsa da bu hissədən seçək. Sualı yazırıq. Şəkil olsa şəkil yükləyirik. Balın qeyd edirik. Yəni, açıq sual şəklində tutaq ki, bizə nə lazımdır? Belə bir sual qeyd elədik. Buradan da formula daxil eləmək üçün yenə də bizə belə bir pəncərə verir. Pəncərədən istədiyimiz simvolları yaza bilərik. Məsələn, tutaq ki, kök altında 5 və ya kök altında x. Okey. Cavabı atvet, yəni cavabı da yazırıq bura. Tutaq ki, cavab məsələn 3-dür. Okey. Yazdıq, hal-hazırda cavabı burada. Növbəti suala keçə bilərik. Yenə tekst seçirik. Sualımızı əlavə edirik. Sonra ön görüşə baxmaq üçün də yuxarıda bu görürsünüz, göz işarəsi var. Bundan istifadə edə bilərik və yaratdığımız testi görə bilərik. Hal-hazırda testimiz burada qeyd olunur. Tutaq ki, burada bir şey də deyək ki, bir şey də qeyd edeyim ki, burada variantları necə qeyd eləmək olar. Məsələn, doğru variant tutaq ki, burada 9-dur. Üzərindəki bu qaliskanı vururuq. Artıq avtomatik o cavabı özü qeyd elədi. Biz indi geri qayıtsaq, hal-hazırda düzdür. Cavabı biz burada görmürük, doğru cavabı. Amma şagird cavablandırandan sonra
kompüter avtomatik doğru cavabın nə olduğunu burada özü qeyd edəcək. Bu qədər.